Sevgi və güvənli mühit yaratmaq ən əsas şərtdir. Ev tapşırığını da biz elə verməliyik ki, şagird ondan yorulmamalıdır. Bax ha, pis olmasın qiymətin. O artıq uşağa psixoloji təsir edir. Yəni bunu da öyrədim, onu da öyrədim. Uşağı yükləyirik, amma baxırsınız ki, düzgün istiqamət tutanda uşaq yorulmur. Birinci sinifin kitabını belə qatdala tollamayır. Birinci sinifin kitabı. Uşağınızı necə varsa o cür qəbul edin. Heç kimlə də müqayisə etməyin. İmtahan olmasa ibtidai sinifdə daha yaxşıdır. Çünki Günel xanım, xoş gəlmisiniz. xoş gördük. Necəsiniz? Çox sağ olun, yaxşı. Yaxşı olasınız. Günel xanım, bugünkü epizodda biz sizdən istəyirik bir müəllim olaraq sinifdə psixoloji sağlam mühitin uşaqlar üçün yaradılmasından danışaq. Çünki bizim üçün önəmlidir ki, biz bu cəmiyyətə sağlam fərdlər veririk. Həm beyin olaraq, psixoloji olaraq, həm bioloji olaraq sağlam fərdlər veririk. Və siz də belə deyək, bu cəmiyyətdə bu fundamenti qoyanlardan birisiniz. İbtidai sinif müəllimisiniz. Biz bundan danışacağıq. Amma istəyirəm ki, başlamazdan əvvəl özünüz haqqınızda biraz bizim auditoriyaya məlumat verəsiniz. Mən Günel Almuradova, Tofiq qızı, 181 nömrəli məktəbin ibtidai sinif müəllimiyəm. Bir çox layihələrin qalibiyəm. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi, 6-cı qrant müsabiqənin qalibi, yaradıcı müəllim müsabiqəsinin qalibi, daha sonra ilin gənc müəllimi. Yəni bu müsabiqələrin bir çox müsabiqələrdə qalib olmuşam. Bəs hansı layihələriniz olur misal üçün bu müsabiqələrlə əlaqəli? Misal üçün 6-cı qrant müsabiqəsində nə layihə vermişdiniz? Qrant müsabiqəsində oxuyub anlamada biz oyunlar yaratdıq. Şagirdlər o oyun link vasitələri ilə oxuyub anlamanı daha da möhkəm, yəni qavramada köməklik oldu onlara. Günel xanım, deməli bu qış aylarında hava çox sərt keçən vaxtı, yağışlı, desən güclü bir havada sinifdəki 30-40 uşağın sizdə hamısı gəlmişdi, heç bir dərsdən qalmamışdı. Bəli. Normalda biz həmişə bəhanə axtarırıq ki, dərsə getməyək. Yəni bir gün başımız ağrıyır, bir gün qarnımız ağrıyır da getməyək. Niyə biz bu uşaqların hamısını gətirə bildiniz dərsə? Bizdə əvvəldən yəni belə bir qayda var. Valideynlər də çox sağ olsunlar, çox mənə dəstəkdilər. Çünki ilk gündən mən onlara elə bir motivasiya vermişəm ki, biz havaya baxmırıq, şəraitə baxmırıq, biz həmişə dərsdə oluruq. Kimsə xəstə ola bilərsə, onda qala bilər dərsdən. Yəni belə adi bir gündə bizdə dərsdən qalma yoxdur. Yağışlı bir gündə, yəni bütün sinifdə idi. Hamı çox təəccüb keçirdi ki, necə olur? Sizin sinifinizin hamı burdadır, amma bu siniflərdə uşaq azdır sayı. Dedim, bizdə belədir. Çünki valideynlərə də təşəkkür edirəm. Çox mənə dəstəkdilər. Sağ olsunlar. Yəqin ki, mən onlara onu ötürə bilmişəm. Ondan əlavə gəlir. Tənəffüslərə də uşaqlar çıxmır sinifinizdən. Niyə çıxmırlar bu uşaqlar sizin sinifinizdən? Çünki tənəffüsdə mən çalışdığım qədər mahnılar qoyuram onlara. Oyun vasitəsilə keçirdirlər. Demək olar tənəffüs yemək üçündür. Amma demək olar ki, bizdə sinifdə yemək yemirlər şagirdlər. Ancaq oyun oynayırlar. Yəni tənəffüsdə bir çox var. Mən qoymuşam. Yəni məndə Facebook, TikTokda, Instagram səhifəmiz var. Yəni orada da hamı görür ki, tənəffüsdə bizdə şagirdlər ancaq oyun oynayırlar. Nə gözəl. Günel xanım, bizim üçün çox vacib bir məsələdir hal-hazırda birinci növbədə uşağın təhsili sevməsi. Çünki təhsil olmaq bir çox belə deyim seçimləri şuurlu, daha düzgün formada qərar verməyə kömək olur. Mən başlamaq istərdim ki, ümumiyyətlə götürdükdə psixoloji sağlam fərdlərin yetişdirilməsi və bu yaşda uşaqlar neçə saat dərsdə olur, neçə saat dərsdə qalmalıdır. Belə görürəm ki, əksər valideynlər hal-hazırda ümumiyyətlə cəmiyyət də narazıdır ki, uşaqlar həddindən çox yüklənir. Məktəbdə dərs çoxdur, ev tapşırıqları gecə 12-yə kimi uşaqla dərs oxuyuruq. Həqiqət varım dediklərində bu eşitdiyimiz qulağımıza çatanlar nə dərəcədə doğrudur, bu ev tapşırıqları olsun, olmasın. Bizə bu haqqda biraz məlumat verin, müəllim olaraq sizin perspektivinizdən baxaq. Mən əsas onu düşünürəm ki, sevgi və güvənli mühit yaratmaq ən əsas şərtdir. Sevgi olan yerdə şagirdlər də sevgi ilə yanaşır hər şeyə. Bir də ən əsas da evdən irəli gəlir, şagird özünü dəyərli hiss etməlidir. Yəni dəyərli olan şagird sinifdə də özünü dəyərli hiss edir və hər bir tapşırığa da çox ciddi yanaşır. Ev tapşırıqlarına gəldikdə, ev tapşırığını da biz elə verməliyik ki, şagird ondan yorulmamalıdır. Yaradıcı, düşündürücü, maraqlı bir tapşırıqlar olmalıdır. Məsələn, mən ev tapşırığını dəftərdə heç vaxt vermirəm. Yəni valideynlərim onu bilir. Mən ona mütləq A4 vərəqdə, yəni özümə uyğun, yaradıcı bir təşkil, nəsə bir maraqlı bir şey eləyirəm ki, şagird evdə yorulmadan o tapşırığı etsin. Dəftər gördükdə şagirddə biraz
ona aqressiya yaranır ki, tapşırığım çoxdur, açacağam, bunu yazacağam. O istər-istəməz şagirdi yorur. Amma A4 vərəqdə verdikdə uşaq onu o qədər oyun kimi hiss edir özünü və oyun kimi ondan yazırlar. Məncə yorulmurlar. Neçə saat dərs işləməli olurlar dərsdən sonra evdə? Mən məsələn sırf öz metodikamdan deyə bilərəm ki, mənə elə gəlir ki, heç oturub tam işləsə 15-20 dəqiqə. 15-20 dəqiqə. O zaman müəllimdən asılı olaraq bu tapşırıq Bəli. çox olur, az olur məsələsidir. Ümumi olaraq sistemdə. Ümumi olaraq sistemdən deyil bəli. Bəs kitabların sayı necə? Çoxdur kitablar, yoxsa siz də yenə kitablardan kənara çıxırsınız? Necə olur bu? Kitablardan kənara çıxmağa məcburuq. Niyə görə? Çünki təşkil olunan, məsələn, bu dəqiqə BSG-lər təşkil olundu, böyük summativ qiymətləndirmələr. İstər-istəməz kənara çıxılır. Məcburuq biz də müəllim olaraq kənardakı vəsaitlərdən istifadə edək. Sırf vəsait kitablardan olsa, mənə elə gəlir ki, heç bir müəllim də əlavə vəsaitə qaçmaz, istifadə etməz. Amma əlavə vəsaitlərdən mütləq istifadə olunur. Amma kitab sayısı çoxdur, yoxsa yox? Kitab sayısı ibtidai sinifdə 7 kitabdır. 7 kitabdır və bu sizcə böyük rəqəmli, kiçik rəqəmli? İndi biraz kitab sayı niyə görə biraz mən böyük rəqəm saymıram? Çünki kitablar birinci, ikinci hissəyə bölünübdür. O qədər ağır kitablar deyil. Yəni kitablar. Sadəcə olaraq müəllimlər biraz əlavə vəsait aldırdıqda, yəni çantanın ağırlığı biraz yüklənir. Amma əsasən məktəbin öz vəsaitinə qalsa, yəni elə də bir ağırlıq yoxdur. Bilirsiniz, bu sualları verib nəyə başa düşməyə çalışıram? Mən başa düşməyə çalışıram ki, bu sistemin özünün elədiyi ağırlıqdır, bu valideynlərin hər kəsin şikayət elədiyi. Yoxsa bu fərdi müəllimlərin uşaqlara əlavə yüklədiyi nələrsədir. Belə baxıram ki, sizin izahınızdan sistemlik çox bir şey görünmür deyəsən, əlavə verilən Əlavə hər müəllim çünki istər-istəməz istəyir sinifi daha mükəmməl olsun. Ona görə təsəvvür edin, Azərbaycan dilindən bir vəsait aldıranda, riyaziyyatdan bir vəsait aldıranda, məsələn, məntiqə bir vəsait aldıranda istər-istəməz kitab sayı artır. Və bunda axır uşaqlara da biraz psixoloji da çətinlik yaranır ki, dərs çoxdur. Evə istər-istəməz hər kitabdan bir səhifə veriləndə, əlavə də Azərbaycan, məsələn, məktəb vəsaitindən veriləndə artıq uşaq yüklənir. Başa düşdüm bu hissəni. Siz BSG-lər dediniz, böyük summativ qiymətləndirmələrdə bildiyim qədərilə. Günah xanım, bütün bizim bilməm, əvvəlki epizodları izləyən hər kəs bilir. Mən bu ibtidai sinifdə və aşağı siniflərdə uşaqların imtahanlara məruz qalmasının böyük bir əleyhidarıyam. İnqilab edirəm buna qarşı. Məncə uşaqları imtahanlara məruz qoymamalıyıq. Siz nə düşünürsünüz və bunun uşaqlar üzərinə təsiri nədir? Mən də özüm olaraq düşünürəm ki, İmtahan olmasa ibtidai sinifdə daha yaxşıdır. Çünki istər-istəməz ikinci sinifdən artıq başlayır kiçik summativ qiymətləndirmələr. 7 yaşında şagird. Belə baxaq. Yəni o uşaq üçün artıq bir yükdür, stressdir. Uşaq onu təsəvvür edin, evdə valideyn göndərəndə hər valideyn də eyni deyil. Təsəvvür məktəbə göndərirsə, deyir, bax ha, bu gün pis qiymət alıb gəlməyəsən. Yəni bu uşağa çox, uşaq var ki, təsəvvür edin, vərəqi paylayanda uşaq artıq başlayır ağlamağa. Bu artıq evdən məruz qaldığı psixoloji sarsıntıda uşaq çox əziyyət çəkir onda. Bildiyini unudur. Çox valideynlərin bu dəqiqə əsas, yəni baxsaz hər yerdə eyni söz gedilir ki, uşaq dərsdə gözəl danışır. Bütün testləri, tapşırıqları, gündəlik olunan tapşırıqları yaxşı yerinə yetirir. Summativ gələndə uşaq əziyyət çəkir. Baxırsınız eyni suallardır. Amma bilirsiniz niyə? Çünki evdən gələndir. Evdən artıq çıxanda valideyn tapşırır ki, bax ha, pis olmasın qiymətin. O artıq uşağa psixoloji təsir edir. O gəlib oturduğunu, yazdığı, bildiyini də unudur orada. Aydındır. Amma qiymətləndirmə ibtidai sinifdə olmasa daha yaxşıdır. Nə düşünürsünüz? Valideyn tərəfini qoyaq kənara, amma müəllim olaraq təhsil tərəfində siz niyə düşünürsünüz ki, olmamalıdır? Mən də düşünürəm olmamalıdır. Sadəcə sizin olmamanız niyyədir? Mən elə düşünürəm ki, siz niyə qiymətləndirmə olmayanda uşaq daha özünü sərbəst hiss edəcək. Biləcək ki, mən bunu qiymətə görə yox. Yəni əslində biz bu dəqiqə qiymətləndirməni deyəndə deyirik, biz qiymətləndirmə əslində aparmamalıyıq. Biz sadəcə olaraq dəstəkləyici və motivasiya edici mühit yaratmalıyıq. Uşağa dəstək olmalıyıq. Uşağın zəif, məsələn, harda zəif nöqtələri varsa biz onların üzərində çalışmalıyıq. Məsələn, müsbət rəy deyirlər konstruktiv rəydə. Biz konstruktiv rəy deyəndə nəyə nəzərdə tuturuq? Hər bir uşağın öz müsbət xüsusiyyəti var. Yəni bu tapşırığı sıfır qavramayan uşaq yoxdur.
Sadəcə olaraq bu tapşırığı hər şagird özünü kimi mənimsəyir. Biz də ona rəy verəndə o müsbətdən başlayıb rəy verməliyik ki, şagird özünü özgüvənli hiss etsin. Sadəcə biz başlasaq ki, sən bunu bilmirsən, o artıq onu qavramaqda daha da çətinlik çəkəcək. Amma uşağı dəstəkləyəcək, sən bunu düz etdin, gəl buranı da baxaq, necə edə bilərik ki, bu daha mükəmməl olsun. O artıq uşaq özündə bir motivasiya hiss edir ki, hə, mən bunu eləyə bilmişəm, daha da gerisini biraz da mükəmmələndirəcəyim, müəllimlə birlikdə və ya gedib evdə biraz daha üzərində çalışacağam, daha möhkəmləndirmə olacaq, güclü olacağam. Yəni bunu mütləqdir. Amma qiymətləndirmə mənim də öz fikrimcə ibtidai sinifdə olmasa daha yaxşıdır. Günel xanım, ümumiyyətlə biz psixoloji sağlamlıqdan söhbət gedir sinif mühitində. Mən düşünmək istəyirdim ki, bəs bu uşaqların sağlam şəkildə belə deyim, o mühitin yaradılması üçün müəllimlərin, valideynlərin və təhsil sisteminin başqa hansı rolu var məsəl üçün? Neyinsə bu uşaqlar sinifdə daha xoşbəxtlər. Çünki sizin siniflərə baxaraq ki, uşaqlar çox xoşbəxtlər. Amma bəzi müəllimlərdə olur ki, yəni elə özümdən də yadımdadır ki, müəllimlərimiz var ki, doğrudan da xoşlayırdıq dərslərini. Müəllimlər var ki, yox sevmirdik, oxumurduq. Bu nədən asılı olur? Necə bir sağlam bir mühit yarada bilər uşaqlar üçün? Məncə birinci növbədə sevgi dayanır. Uşaqlar müəllimi sevməlidirlər. Valideynlərdə də əsas rol ondan ibarətdir ki, valideyn evdə müəllimi də sevdirməlidir. Valideyn nə qədər evdə desə ki, müəllim yaxşıdır, istər-istəməz o uşaq da müəllimə hörməti qoyacaq. Tək yəni ibtidai sinifdən getmir, yuxarı sinifdən də gedir ki, valideyn mütləq evdə müəllimə hörməti qoymalıdır. Hörmət olunan yerdə sevgi də olacaq. Yəni amma ibtidai sinifdən sırf gedirsə söhbət, ibtidai sinifdə mütləq sevgi olmalıdır. Çünki onlar özlərini güvənli hiss etməlidirlər. Məsələn, mənim şagirdlərimdən danışanda, onlar hər gün içəri gəldikdə, sinifə daxil olduqda mütləq qaçıb məni qucaqlayırlar. Hamı qucaqlayır. Deyirlər, çoxu mənə deyir ki, sən bundan bezmirsən. Deyirəm, yox, mənə xoşdur. Yəni onlara mən bir ana kimi yanaşıram. Öz uşağım qədər onlar mənə əzizdirlər. Yəni sinifdə də çalışdığım qədər o şəraiti yaradıram və valideynlərim də mənə dəstəkdir. Yəqin ki, onlar da bilir ki, mən onlara öz övladları qədər mən yanaşıram. Məsələn, onlara heç kim məktəbdə söz deyə bilməz uşaqlara, çünki onlar mənimdir. Yəni onları o qədər çox istəyirəm. Ona görə valideynlər də mənə elə dəstəkdə yanırlar. Yəni sağ olsunlar. Aydındır. Ümumiyyətlə söhbət sinifdə psixoloji sağlam bir mühit formalaşdırmaqdan gedirsə, bu bir tərəfli bir məsələ deyil. Burada sağlam psixologiya və sağlam belə deyim düşüncə, eyni zamanda beyni rahat olan müəllim də lazımdır belə deyək. Sualım ondan ibarətdir ki, müəllimlər bu bizim öz təhsil sistemimizdə və xüsusən də bu kurikulum sistemində nə dərəcədə yüklənib və ya nə dərəcədə rahatdır? Müəllim olaraq işiniz nə qədərdir Günel xanım? Çoxdur işiniz? Müəllim olaraq bəli, işimiz çoxdur. Yəni çoxdur. Müəllimlərin bu dəqiqə yükü çoxdur. Çünki indi birinci yarımilin sonuna yaxınlaşırıq. Birinci yarımilin sonudur. Müəllimin indi təsəvvürün yazısı nə qədərdir? Bu kiçik summativ qiymətləndirmə, məsələn, böyük summativ qiymətləndirmə, bütün bu qiymətlərin hesablanması, hər fən üzrə hər şagirdin qiymətinin çıxarılması, yarımillilərin hesablanması, bu bütün bu yazıların təsəvvürün şəxsi işə köçürülməsi, jurnala köçürülməsi, yəni bunlar müəllimin yüküdür. Yəni müəllim yüklənir. Bu daha yaxşı necə tənzimlənərdi sizcə? Bu yük azaldılardı bir formada, yoxsa sizə assistant verilməlidir? Bu yük də lazımdır, bunlar da önəmlidir, amma bizə köməkçi olsun deyirsiniz. Yoxsa ümumiyyətlə bunlara ehtiyac yoxdur deyirsiniz? Əslində köməkçi müəllim çox yaxşıdır. Köməkçi müəllim olsa, müəllimin biraz istər-istəməz yükü azalar. Müəllim sinifdə uşaqlara diqqəti daha çox ayırar. Yazı pozu kənarda qalsa, müəllimin uşaqlara diqqəti daha çox olar. Çünki biz təsəvvür edin, indi əgər nəyisə yaradırıqsa, məsələn, maraqlı mən şagirdlərimlə nəsə yaradıramsa, mən mütləq onu öz asudə vaxtımda edirəm. Müəllim kimi mən evə gəlib dincələ bilmirəmsə, mən otururam onu öz asudə vaxtımda düşünürəm ki, bu uşaqlara sabah maraqlı nəsə edim, bu mənim öz vaxtımdan gedir. Onu da hər müəllim etmir axı. Aydındır. Hal-hazırda təhsildə yeni bir tendensiya var, yəni təklif olunan model var ki, müəllimlərin tam ştat işə keçirilməsi məsələsi. Bununla bağlı nə düşünürsünüz? Onunla bağlı sözün düzü, mənim fikrimcə biz hələ ona hazır deyilik. Niyə görə? Çünki məktəblərdə hələ o şərait yoxdur. Yəni əsas kimi şərait? Məsələn, müəllim üçün şəraitdən əgər danışırıqsa, müəllimin saat 6-ya qədər məktəbdə qalması, yaxşı razıyıq. Onu müəllimin onda gərək sinifdə kompüteri, ayrıca otaqda kompüteri olar. Müəllimin əgər bizim bir otaq
sırf mənim otağım olsa, mən razı 6-ya qədər qalaram. Bütün işimi orada görərəm. Sabaha nə lazımdırsa onu kompüterdə işləyərəm, çıxardaram, çapa qoyaram. Hazır hər şeyimi qoyub çıxıb gedərəm. Çox gözəldir. Mən onunla razı. Amma bizim axı şəraitimiz yoxdur. Mən birinci növbəyəmsə, mənim dərsim bitən kimi ikinci növbə müəllimi daxil olur sinifə. Və ya ikinci növbə müəllimi də elə dərs bitdi, çıxdı, getdi. Biz nə vaxt harda edək? O boş məktəbdə də qalıb 6-ya qədər qalmağın məncə mənası heç yoxdur. Yəni əgər o şərait yoxdursa, ona qalıb məktəbdə boş vaxt itkisi aparmaqdır. Amma şərait yaradılsa, pis fikir deyil. Yəni mən özümdə deyirəm, məsələn, mənə otaq verilsə, mən qalaram, bütün işimi də görərəm, işlərimdə o yaxşı, amma o şərait yoxdur məktəblərdə. Aydındır. Ümumiyyətlə bir 8 saat, 9 saat bir yerdə qalmaq ağlıma gəlsə, mən özümdə hiperaktiv adam olaraq o stolda o 8-9 saat oturmaq biraz çox çətin məsələdir. Biraz daha ergonomik stollar olan, məsəl üçün bu tipli məktəblərdə deyəsən daha sərt stollar insanın belini dəstəkləmir, bioloji olaraq dəstəkləmir. Məsəl üçün divan ola bilər, daha rahat oturub işini görəsən, özünün şəxsi fayl kabineti və s. bu şeylər gərək təmin olunsun ki, mənə gəlir ki, daha yaxşı bir şəkildə təşkil olunsun bu. Verəcəyim digər bir sual ondan ibarətdir ki, sizin siniflərdə ümumiyyətlə şagird sayı necə bölünür? Çox böyükdür deyəsən sizin sinifiniz. Bəli. Bu qədər böyükdür sizin sinifiniz. İnanın, mən 20 yaşından məktəbə gəlmişəm. Yəni 20 yaşından artıq müəlliməm, 22 ildir artıq müəllim kimi işləyirəm. 22 ildə mənim ən az sinifimdə say 36 olub. 36 olub. Öyrənməyə necə təsir edir? Bildiyim qədər 45 dəqiqədə də bu uşaqların sayı. Yəni elə bir yəqin ki, əgər yaxşı olmasaydı, valideyn də seçib qoymazdı. Mən ondan düşünürəm. İlk olaraq düşünürəm ki, sizin çəkinizə elə bilərəm ki, daha böyük yük düşmüş olur. O sinif idarə etmə məsələsi hər kəsə Bəli. çatmaq. Paralellərimdə məsələn sinif sayında uşaqlar azdır, amma məndə çoxdur deyə biraz o çətin olur. Çünki boş vaxtın qalmır. Boş vaxt olmur. Çünki düşünürsən ki, bu uşağa da nəyisə öyrədəsən, adi bir də görürsüz tənəffüsdür. Məsələn, o bir fən gələcək müəllim ingilisdir. Sən ondan da istifadə edirsən, uşağı çağırırsan ki, gəl bir dənə bunu da bir dənə izahat verir sənə. Yəni o çox olur. Yəni müəllimin üzərinə yük çox düşür. Çox sinif olma, uşaq sayının çox olmağı müəllimin üzərində yük çoxdur. Uşaq sayı, bayaq da biz danışdıq, sinifdəki aktivitetələrin, kitabların və s. təşkil olunması və bunun ucu bir tərəfdən gedib kurikuluma gəlir. Ki, son illərdə çox müzakirə olunan məsələdir. Bizə kurikulum gələndə də müəllimlərin çoxsu deyirdi ki, bizim şagirdlərimiz buna hələ hazır deyil, müəllimlərimiz hazır deyil, heç bir şey hazır deyil deyirdilər. Artıq öyrəşmişik, Günel xanım, biz kurikuluma uyğunlaşmışıq sistem olaraq. Sistem olaraq... Və nə düşünürsünüz bu ümumiyyətlə yeni sistem haqqında? Sistem olaraq yavaş-yavaş müəllimlər öyrəşib. Biraz düzdür, çətinliklər çox oldu. İstərsəməz yeni hər bir şeyə biraz öyrəşmək biraz çətin olur hamıya. Amma yavaş-yavaş mən deyərəm ki, artıq məsələn öyrəşilib, artıq müəllimlər üçün də daha rahat olubdu. Kurikulum əslində tam götürəndə çətin deyil. Sadəcə olaraq kitabların biraz ağırlıq səviyyəsi var. Məsələn, birinci sinif şagirdi üçün sırf o kitab çox biraz ağır gəlir. Çünki birdən-birə təsəvvür edin, hər bir şagird 5 yaşında məktəbə qədər hazırlıqda olmur axı. Birdən-birə gəlib orada hərfdən başlamaq biraz şagirdlər üçün çox çətindir. Yəni birinci sinif şagirdi üçün daha çətindir. Bir də birinci sinifdə çox dərs vəsaiti yüklənir. Məsələn, ad, əlamət, say, hərəkət, əks mənalı, yaxın mənalı, biraz o birinci sinif şagirdlər üçün daha yüklüdür. Biz elə bilirik ki, çox şey versə, çox öyrənəcək. Hə, biz onu düşünürük. Əslində müəllim olaraq da elə düşünürük ki, biz bunu da öyrədək, bunu da öyrədək, istəyirik sinifimiz daha mükəmməl olsun, harasa gedəndə bizim adımız yüksək olsun. Müəllim olaraq biz ona çalışırıq hamımız. Amma indiki mən sizə deyim ki, uşaqlara baxanda mən düşünürəm o düzgün deyil. Sadəcə olaraq düzgün istiqaməti tutmaq lazımdır. Nə tələb olunur, onu etmək lazımdır. Yəni bunu da öyrədim, onu da öyrədim. Uşağı yükləyirik. Uşağın dərsə biraz aqressiv yanaşır ki, dərs ağırdır, dərs çoxdur. Amma baxırsınız ki, düzgün istiqamət tutanda uşaq yorulmur. Aydındır. Burada ingiliscədə belə bir söz var, less is more. Yəni nə qədər azsa, yəni o qədər yaxşıdır mənasını verir. Bu bir tərəfdən digər bir şey deyəcəydim, yadımdan çıxdı. Uşaqların yüklənməsi ilə bağlı dediniz. Fikirləşim. Nəsə, ən pisi birinci sinifdir.
2, 3, 4 normaldır kitablar. Hı hı. Birinci sinifin kitabını belə qatdalar, tolla bayra. Birinci sinifin Hə. kitabları. Yəni məktəbə qədər əgər uşaq gəlməyibsə, birinci sinifdə istifadə etməsi çox çətindir. Belə bu fikir var ki, bəs indiki dövrün və keçmiş dövrün uşaqları məsələsi var. Bunu da vaxt düşdükcə deyirəm. Mənə görə biz eyni idik. Biz onda da bezirdik. Biz orada da yükləyirdilər və biz onda da aqressiv yanaşırdıq. Sadəcə bizim səsimizi eşidən yox idi. Kimdir bizə qulaq asan o vaxtda? İndi yəni azdan çoxdan uşaqları nəzərə alırıq ki, bu qədər yükləməyək. Düz getdikcə də çox yüklənilir. Amma o dövrdə belə mənə elə gəlir ki, sadəcə kitabları verirdilər, get öyrən gəldi. Axı bu düzgün yanaşma deyil. 20 nəfərlik sinifdə hələ yuxarı sinifləri deyirəm. Bir nəfər oxuyurdu ya 2 nəfər oxuyurdu. Və indi deyəndə deyir ki, o vaxtda belə idi, indi belə. İndi sadəcə o vaxt səsimiz çıxmır. Yəni məlumatınız olsun, o vaxt eyni idi. Eynidir. Əslində bizim vaxtımızda da belə baxanda, eyni idi. Sadəcə olaraq indi biraz internet çox istifadə olunur. Səsimiz eşidilir. Onda istərsəmiz o qədər bu dərəcədə internetdən istifadə olunmurdu axı. Ona görə sosial şəbəkələr bu qədər yox idi. Yəni ona görə səsimiz o qədər eşidilmirdi. Amma indi hər bir şey sosial şəbəkə aktivdir, valideynlər aktivdir, müəllimlər özləri aktivdir. Ona görə istərsəmiz daha səsimiz eşidilir. Məsələn, indi bu dəqiqə elə bir dövrə gəlib çatmışıq ki, şagirdlər sosial şəbəkədən, internetdən o qədər gözəl istifadə edirlər. Bizdən də yaxşı istifadə edirlər. Bu da müəllimdən daha çox bacarıq tələb edir. Mənə elə gəlir ki, müəllimlərin bir qismi keçmişdəki sistemlə davam etməyə çalışırlar sinifin içərisində, çalışırlar ki, eyni sistemi keçsinlər. Amma müəllimin funksiyası dəyişib burada, uşaqlar dəyişməyib. Əvvəldə müəllim sadəcə məlumat vermə mənbəyi idi. Biz sadəcə məlumatı oradan alırıq. İndi şagirdi mən o məlumatı hardan istəsəm onsuz da əldə edə bilərəm. Sən mənə yol göstər və ya da daha düzgün bir formada izah elə. Bunu da belə yazırlar ki, uşaqlar dəyişdi. Uşaqlar dəyişmir, müəllimin funksiyaları dəyişir. Müəllim özünə bu ingiliscə deyib update gəlməlidir ki, bəs mən biraz elədiyim işlər dəyişilib. Mən buna uyğunlaşmalıyam. Düzdür. İndi müəllimlər biraz gəlmiş süni intellekt deyək ki, bu dəqiqə müəllimlər çox istifadə etməlidirlər əslində. Çünki indiki şagirdlərin maraqları da tam başqadır. Biz istəyiriksə şagird bizi dinləsin, dərsə marağı yüksək olsun. Mütləq biz yəni proqramlardan istifadə etməliyik. Məsələn, mən özüm çalışdığım qədər cürbəcə proqramlardan istifadə edirəm ki, uşaqlara maraqlı olsun. Çünki hal-hazırda diqqətimizi çəkən çox şey var. Böyük olaraq bizim də diqqətimiz o qədər maraqlı videolar var, başqa kontentlər çəkir. Mən o qədər marağın içində gəlim, oturum sadəcə bir 45 dəqiqə axıra kimi müəllimə qulaq asım. Artıq mümkündür. O vaxt da qulaq asmırdıq düzdür, amma o vaxt fikrimiz gedirdi harasa 5 dəqiqədən, 10 dəqiqədən sonra. İndiki şagirdlər aktivdir dərsdə. İndi müəllim sadəcə olaraq uşaqlara istiqaməti göstərir. Şagird özü seçimini edir. Məsələn, adi bir Azərbaycan dili dərsidir. Biz adi əvvəl necə idi? Müəllim bizə oxudu, başa saldı, biz qavradıq. Amma indi məsələn elə etmirik. İndi məsələn səsli, səssiz oxu var. Məsələn, adi bir tapşırıq da bir də görürsüz, deyirik ki, uşaqlar oxuyursunuz mətni, sinifə daxil olunur. Məsələn, mətni oxuyun, oxudular. 3 sual yazılır lövhədə. İndi siz onu cavablandırın. Artıq biz bilirik ki, şagird onu oxuyub necə qavradı. Bu siz bilirsiniz ki, indi də ən əsas düşüblər oxuyub anlama üzərinə. Oxuyub anlama. Çox zəifdir bizdə. Hə, oxuyub anlama. Şagird oxuduğunu qavramaqda biraz çətinlik çəkir. Bax, bizdə biraz oxuyub anlama, dinləyib anlama çox zəifdir. Yəni onun üzərində çox iş getməlidir. Bizim böyüklərdə də çox zəifdir. Bu keçmiş dövrdən gələn bir şeydir. Adi sıradan biz sosial mediadan çox istifadə edirik də, post olaraq bir şey paylaşırsan, onu başa düşməyib, tamam başqa bir şey başa düşüb, başqa bir sual verir sənə, bir sözdən tutup. Belə də göstərir ki, yəni hərfləri tanımaq, sözü oxuya bilmək, bu oxuyub anlamaq mənasına gəlmir də. Yəni düzgün nəticə çıxarmır, böyüklərimiz çıxarır o nəticəni, indi uşaqları düşünür. Bəli, mətnin ideyasını, şagirdlərin ən belə deyim yaralı yerlərindən biri mətnin ideyasını çıxara bilmirlər. Məsələn, veririk ki, oxudum mətni, indi mətnin ideyası nədir, mövzu nədir, ideya nədir? O şagirdlər çox çətinlik çəkir burada. Günel xanım, son olaraq bizə zəhmət olmasa deyin görün, bu bizim uşaqlara daha sağlam mühitdə böyümək üçün, daha onların fiziki, bioloji, hər tərəfdə sağlam olmaları üçün biz nə etməliyik? Təhsildə nə olmalıdır? Valideyn nə etməlidir? Müəllim nə etməlidir? Sistem nə etməlidir? Son bir cümləni, bir neçə cümləni deyəcək olsanız. Mənim fikrimcə ən əsas sevgi, güvənli mühit yaratmalıyıq. Valideyn olaraq uşaqlarını
hər bir uşağı necə varsa o cürdə qəbul etməlidir. Kiminləsə müqayisə etməməlidir. Ən birinci mənim, yəni heç xoşlamadığım bir şeydir kiminləsə müqayisə etmək. Hər bir valideyn öz uşağını özünkü kimi qəbul etməlidir. Çünki onlar bizim gələcəyimizdir. Hər bir uşaq oxuyub alim olub deyə belə bir şey yoxdur. Kimsə sabah gələcəyin heykəltaraşı ola bilər, yaxşı. Rəssam ola bilər, musiqiçisi ola bilər. Yəni sırf oxuyub alim olacaq deyə bir şey yoxdur. Mən də valideynlərə ən çox istərdim, öz valideynlərimə də deyirəm ki, hər bir uşağınızı necə varsa o cür qəbul edin. Heç kimlə də müqayisə etməyin. Çünki onlar gələcəyimizdir. Onları indidən özlərini dəyərli hiss etsinlər ki, gələcəkdə də özləri bilsinlər ki, onlar dəyərlidirlər hər zaman. Çox sağ olun Günel xanım. Çox sağ olun. Həqiqətən çox faydalı bir müzakirə oldu. Təşəkkür edirəm Sağ olun. gəldiyinizə görə. Ümid edirəm ki, hər kəsə faydalanacaq. Sağ olun. Sağ olun. Hələlik. Hələlik.